Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət Fərmanqızı canlı yayım zamanı sərt ifadələr işlədib. O, hər gün məni söyməyən donuz balasıdır deyərək fikirlər bildirib. Bu, sosial mediada geniş müzakirə olunub. Həmin görüntüləri təqdim edirik. 22-ci ildən mənə yazırsınız ki, sən gələn kimi səni tutacaqlar. Gəldim, onu yazanların üzünə lomba ilə tüpürdüm. Dedim, öz aeroportun qabağında da canlı açdım. Dedim ki, bax, həyat yoldaşımla gəlmişik, aeroportdan, təyyarənin içindən. Amma düşmən ki, düşmən. Düşmənliyi də kişi kimi apara bilmirsiniz. Mən pul alıb adam söyən adamlara deyirəm, gedin özünüzü, da demirəm də burada TikTok spamı atır, o ifadələri işlətmirəm. Görün nə gündəsiz, görün nə gündəsiz. Bax, sizə sual verirəm, cavab vermədiniz. Mən sizə şəxsi əməliyyatım, конечно var. Şəxsi əməliyyat nə mənə? Sabahlar, bir gün göstərmədim manikür, pedikür salonumu. Конечно, kimin olmalıdır ki, 25 ildə oxuyuram. Sibelcanın Miami'də evi var. Mənim nə olmaz? Öpürəm sizi, Davud bəy, çox sağ olun. Ay bala, bir gədə var idi, yazdı ki, Afət xanım, reklam verməyim, yaxşı. Səs yazısı deyəndə səsim budur. Bax, yazın, hara istəyirsiniz qoyun, mən nədən qorxuram? Yeganə show biznesdə müğənnilərdən tək-tük 2-3 nəfərdən biriyəm ki, mənim alnım açıq daha biləsiz. Yoxsa, ay dostlar, vay, bunlar o qədər düşmənlərim var. Ən çox bu oyunların hamısının başında ağzər göz çaş durur. Toyları, pullarım əlimdən çıxsın deyə. Bu bic doğanı da fıskırdı üstümə. Hamısının maskasını cıracam az qalıb. O vaxtı banditlərlə hədələdirdi. Sonra yaxından bir də. Banditləri də xoruzun qoltuğuna verdim, yola saldım. Dedim, gedin, düdük. Siz girən kol deyil. Mən qanun tanıyıram, aidiyyatı qurumlar tanıyıram. Gəlsinlər, işimizi həll eləyək. Gəlin, görək, gəlin hələ. Monitor dalında mən də buradan Rembonu söyərəm, nə olsun? Çox sağ olun, Samirə xanım. Bu elsivəri bloka atmaq lazımdır. Heç kimin adını burada yazmayın. Onları mən tanımıram, heç birini tanımıram. Siz də xanımsız, sağ olun, çox sağ olun, nə gözəl, var olun. Eyzi, mən bilmirəm o məsələni, amma sizdən soruşuram. Deyirəm ki, mən nə eləmişəm, mən sizcə niyə söyür, adam dayanmadan. Yazın görüm, siz yazırsınız, özünüz yazırsınız ki, filan şey, yazın. Mənə xeyirdir, məni söyməkləri mənə xeyirdir, iş biraz da artır. Onda hələ sabahda təkrar cinayət gedir bu, təkrar cinayət. Yox, elə qanun yoxdur. Vəfa mənim məhkəməyə verib, mən niyə getmədi, bir dəfə də getmədi məhkəməyə. Mənə lazım onda mən gəlirəm, amma ki, mən məhkəməyə getmirəm. Sizə sübut eləyəcəm bunu, qanunu bilmirlər. Mənim vəkilim 5 peşəkar vəkildən biridir. Xüsusi tamda getmir, heç mülkidə də getmirsən. Əgər sən cavabdeh tərəfsənsə, sən getməlisən xüsusi tamda, bəli. Yox, mən elə adamlara qoşulmaram, canım. Söyən adam düzgün adam deyil. Görün, biz burada nə gözəl söhbət edirik. Beh gəldikcə mənim immunitetim daha da gözəlləşir. Hər gün məni canlıda, məndən danışmayan donuzun balasıdır, bunu deyirəm. Dayansalar qorxdular, dayansalar deməli uduzdular. Mən axıra qədər deyəcəm. Hər gün, bax 2000 adamın qarşısında söz verirəm. Hər gün, bəli, Könül xanım, hər gün canlı açıb deyəcəm. Dayandızsa deyəcəm, niyə qorxdun? Qorxdun? Paşinyan, niyə qorxdun? O, vətən xainlərinə deyirəm ki, hər gün məni söyməsəz qorxdunuz. Kim məni söyürsə, onların hamısının canlısında yazın ki, Afət deyir ki, məndən danışmayan qorxdu. Vəssalam, dala nərgiz, uduzdu bundan da. Mən sizə sübut eləyəcəm ki, mən udacam. Hər gün canlıdayım, hər gün deyəcəm. Bu gün hələ ki uduzmayıblar, qoy getsinlər.
Mən söymürəm heç kimi. Mən qələt eləyərəm Seyfullah bəy. Mən söyəni söyürəm. Zor da eləyirəm. Kim söyürsə, bala söylsün. Ramiz bəy, sağ ol, Ramiz bəy. Hindistanlıyam, bəli, bir tərəfim Hindistanlıdır. Görmürsünüz, Xeyma Malini oxşuyuram. Ged Allaha şikayət elə, neynim indi? Bəli, bəli, Səma xanım, bax, deyək, söyülməkdən. 2020-ci ildə bəs sizə dedim, axı. Biz bu Ağzəyri Göz Çaş, məni, Manafı, digər müğənniləri, Təranə xanımı sifarişlə, vətən xainlərlə nətər söydürüblərsə, ondan sonra heç bir söyüş, şantaj, montaj mənə vız gəlir. Yox, onlar söyə dursunlar. Sabahları birini çağırıblar 5-ci bölməyə. Hələ jimjimdədir. Jimjimdə. Ay dostlar, məni hər gün məndən danışmasalar, deməli qorxdular. Elə canlılarında o adamların bir neçə adamdır da, yazarsınız ki, nə oldu, qorxdunuz, uduzdunuz. Bax, mən hər gün öz canlımdayam, verilişimi aparıram. Özdə mən toylar başlayırdı, istəyirdim canlı açmayayım. Məhz bu şeyə görə hər gün canlı açacağım. Stroya düzürəm, halal deyirsən, bunlar stroyadır. Söylməyəndə deyirəm. Sizə bir sual verim, səmimi olun da. 2000 adam varıq burada. Üzr istəyirəm, 20.000 insan izləyir məni. Sizcə, kimsə eşidirsiniz ki, söyür afəti. Mənim telefonumda mı səs yoxdur? Telefonum dolu səsdir. Mən prosto özümə yaraşdırmıram. O cılız şeydir. Bu deyir, səsim buradayım, buradan deyirəm. Apar qoy da, hara istəyən qoy. Hə, 20.000. Sizcə, eşidəndə tutaq ki, afət, gülafət orada söyülür. Söylənə mi nifrət edirsiniz, söyənə mi? Kişi oğlu, kişi qızı kimi yazın. Söylən mi, əxlaqsızdır, yoxsa söyən mi? Yazın görün.